Zəhmət olmasa deyək. 111. Yox, 101-dən başlayıram da. Hə, Yəni hə, 110 101. olmaya. Hə. Deməli, 101 Y, 102 B, 103 D, 104 C, 105 B, 106 A, 107 D, 108 A, 109 D, 110 isə C olacaq və 111 A. Buyurun. 3. 103. Aha. Ha, singular. So, təkdə olan isimləri istəyir. Əsasən sonu S olmamalıdır. Lakin elə isimlərimiz var ki, cattle kimi, sonunda S yoxdur, amma topluluq bildirir, cəmlik bildirir. Elə məhz birinci variantda da cattle var bizdə. Malqara deməkdir və 2 də olmaz. Çünki people cəmdədir. bəli, bəli, cəmdədir. People da burada cəmdədir. Clothes cəmdədir. Poultry, ev quşları cəmdədir. Qalır glue, corn, mail. Bəli, bunlar təkdədir. Növbəti. 5. Necə? 105. 5. Təkdə olanları istir yenə. Mice, mouse'un cəmidir. Yanlışdır. Scissors, qayçı həmişə cəmdədir. Gifts, hədiyyələr cəmdədir. Poultry, yenidən ev quşları həmişə cəmdədir. Qalır penny, bu pul vahididir. Politeness-in arxasında double S-in olmağı, onun cəm olmağı demək deyil. Sözün kökü belədir. Nəzakətlilik. Leave təkdədir. Növbəti. 9. Yelkal. The man's driving so fast. Is driving. Hal-hazırda sürətli maşın sürür. Yəni burada ing onun yəlik olduğunu göstərmir. Çünki yalnız bircə feil var. Başqa feil görmürük. Ona görə də yanlışdır. Got görürüksə hər zaman bilirik ki, o have got, has got. Yəni burada has got qaydasıdır. Yəlik ala bilməz. Our host dogs, bəli. Xidmətçi, nə demək, ev sahibinin itləri isim gəlibdir, doğrudur. Your brother's here, isim olmadığı üçün yer zərfi gəlib, yanlışdır. Postman's little son, bəli, sifət sonra isim gəlib, doğrudur. Poçtalyonun balaca oğlu. Deməli, düzgün cavabımız olacaq bizim. Hansıları dedim mən? 3 və 5. D variantı. Növbəti. Qurtardım. Okay. Sonra mən deməli sizə link atmışdım. Dedim ismi sınağını yazın. Eləmişsiniz onu. Bəli, eləmişim. Hə, onun cavabları məndə hazır şəkildə yoxdur. Onu necə eləyək? Cavablarını çıxardaram, məncə elə sürətli yoxlayarıq. Çünki belə istəmirəm vaxt itirək. Əgər dərsin sonuna qədər vaxt qalsa eləyəcək, o qalsın. O mən şifahi də bu arada video kimi hazırlamışdım. Testləri izah etmişdim, amma şifahi baxa-baxa cavabı yoxdur məndə. Ona görə də onu yadda saxlayırıq, yoxlayacağıq. Necə asan gəldi, sizə çətin gəldi? Necə oldu ümumi səviyyəsi testlərin? Yaxşı idi. Maraqlı testlər, normal, çətin heç nə yox idi. Hamısı keçdiyimizdə. Okay. Deməli, indi gəlin artiklın yeni qaydamızı götürək. İkinci hissəni. Bir də ismi də ikinci hissə təkrar vermişdim. Eləmisiniz də. Hansı o cəm olanlar? Keçən dərs bir hissəni vermişdim. İndi bu dəfə başqa bir də ardını vermişdim. Təkrarlayırsınız da yəqin imtahana qədər, testə qədər. Testi təkrarlayıram. Siz demişdiniz ki, yazmışdıq, ismi təkrarlamışdıq. Onun şəklini atardınız, amma atmadınız. Hə, o birisi necə oldu? Word-də yazmışam onu. Word-də məndə başqa bir fayl da dərsimizdən əvvəl açıq idi. Save yaddaşa düşməyib, save eləməmişim. Mən nə qədər axtardım, tapa bilmədim. Autosave var orada. Yəni özü avtomatik yaddaşa düşməlidir, düşməyib. Sizə əgər o lazımdırsa, mən onun birisini bir də yazıb atarım. O nə idi bizdə orada? Kitabda var yalnız səhifəsində. Sadəcə mövzunu tək-tək yazdım. Çox təəssüf. O birisi dərslərdə elədim. Onun şəklini çəkirəm, ehtiyac yoxdur. Yəni yaddaşa vururam, qalır. Burada elə oldu ki, yaddaşa düşmədi. Mən də elə bilmişəm yaddaşa düşüb çıxmışam. Çıxanda da sənət bağlı qalmış. Bağlanmayıb axı. Təəssüf. Yazıb ataram mən sizə, narahat olmayın. Few idi, few idi, little, a little idi. Few'dan sonra həmişə cəm ismi idi. A little, little'dan sonra tək ismi idi. Only a few'du, only a little'dı. Amma very few, very little'dı. Okay. Və nə dedik? Mary'dən sonra həmişə nə isim gəlirdi demişdim. Cəm. Cəm. Matchdan sonra da həmişə tək isim gəlir. Bu qədər. Bir də bilməliyik ki, 100%, several'dan sonra həmişə cəm isim gəlir. Tək gələ bilməz. İmtahanın sualıdır bu da. Əlavə olaraq rəqəm varsa
Rəqəmdən sonra mütləq cəm isim gəlməlidir. En artiklı varsa tək isim. Məsələn, an hour apostrof s'dir. 1 saatlıq, saatlar demirəm. To olanda hours s apostrof olur. Yazaram onu ayrıca daha detallı belə səliqəli şəkildə ataram sizə. Elə lazım olanda material, düz yaddan çıxmır, hamısı göndərilir. Amma bu texniki problem olub da, yəni yaddaşa düşməyib. Siz yazın, soruşun, istəyin, mən göndərim də. Problem deyil ki. Məmnuniyyətlə. Aha. İndi üçüncü parta keçirik Səid sizinlə bugün. Article istifadə edilməyən hallar. Yəni bu adlanır zero article. Zero article, sıfır article deyək də. Testlərdə bu minus işarəsi olur. İndi məsələn deyəcəm hansı hallardadır. Siz görəcəksiniz ki, orada məhz minus olmalıdır. Baxın, insanlar və əşyalar haqqında ümumiyyətlə danışdıqda. Bu nə deməkdir? Keçən dəfə danışmışdıq. Mən gəlib sizə deyirəm ki, I love flowers. Mən bitkiləri, çiçəkləri sevirəm. Amma hansı çiçəyi sevdiyimi dedimmi? Yox. Adlarını çəkdimmi? Yox. Bilinmir. En qədər bitki var, çiçək var. Amma the flowers olanda konkretləşir artıq. Ardınca deyirəm, falan güllərdən xoşum gəlir. Ümumiyyətlə danışırıqsa, heç bir qarşısında artikl gəlmir. Ümumiyyətlə eyan artiklından da söhbət getmir. Deyə sonraki proses, sonraki mərhələdə istifadə olunur. Tək ada adlarından əvvəl, baxın, deyə bilərsiniz, adaları bilmirəm, öyrənmək lazımdır. Buradan. Adalar cüt olanda və daha çox olanda, çoxluq olanda keçdik ki, olmalıdır the artiklı, yəni sonunda S şəkilsi gəlir onda. Məsələn, the British Isles keçdi yuxarıda. Britaniya adaları çoxdur da, bir dənə deyil, birdən çoxdur sayı. S ilə bitibdir. Tək olanda, məsələn, Korsika. Korsika adası var, Siciliya adası var, Kuba var. Bunlar təkdir, artikl götürmür. Eyni ilə dağlarda. The Alps, Alp dağları bir neçə zirvədən, bəlkə də onlarla zirvədən təşkil olunub, sonra S-lə bitib. Amma dağ zirvəsi, məsələn, Everest, Mount Everest. Eşitmişsiniz, Camalınquma Everest var. O təkdir, bir dənədir. Babadağ, səhv etmirəmsə, Azərbaycanda olmalıdır. Hə, o da tək olduğu üçün və yaxud da Murov dağ tutalım. Bir zirvədir, Bazardüzü zirvəsi məsələn. Bax, onda artikl olmur. Sonra idman növləri və oyun adları. Bəli, voleybol, futbol, hockey, tenis, chess. Bunlardan əvvəl artikl olmur. Niyə? Çünki biz sizinlə bayaq dedim, keçmiş isimlərdə artıq sayılmayan isimlərlə heç bir artikl gəlmədiyinə görə, yəni daha doğrusu en gəlmir. Amma yəni D artiklın mövqeyinə görədir. Burada isə ümumiyyətlə artikl istifadə olunmayan haldır. Elm və fənn adları, dil adları, bayaq dedim. English, French, Italian və yaxud elm adları, history, mathematics, riyaziyyat, bu tarixdir, bu da incəsənətdir, art, bunlarla artikl olmur. Yəni zero, tire, imtahanda tire işarəsini seçirsiniz. Yemək adlarından əvvəl, dəfələrlə demişik də bunu, breakfast, dinner, supper, lunch, artikl götürmür. Bunları yemək, etmək olacaq to have breakfast, to have dinner, artikl yoxdur. İnsan adlarının qarşısında heç bir artikl gəlmir, bəli. Və soyadlarla hansı artikl olurdu Səid? Soyadları ilə. Soyadları ilə Bəli. Həmişə cəmdə olurdu onlar. Nə artiklı gələ bilər cəmdədirsə və müəyyəndirsə, çoxluq bildirirdisə? D. Təbii ki, D artikldır. Adlarla işə gəlmir. Ölkə və şəhər adlarının qarşısında qətiyyən, bunlar test, bəlkə də ən çox düşən mən deyərdim bunlardır. Və bu punkt. Heç nə gəlmir. Artikl yoxdur. Nə E, nə N, nə də D. But biz öyrəndik ki, səninlə istisnalar var. The Netherlands, The Vatican, The USA, çox düşür USA, The UK, The Philippines, İslamiyətdə. Bunlarla D artikl var. Bir də Republic varsa, Kingdom varsa, Federation varsa, bəli, o halda D artiklı ola bilər. Qitə və materik adları. Coğrafiyanı yəqin ki, oxuyursuz, bilirsiniz də. Qitə materikləri bilmişsiniz, buradakını əzbərləyin. Afrika qitəsi var, Avropa var, Amerika var, Avstraliya, Asia, Asiya. Bunların qarşısında qətiyyən Antarktida. Bəli, bəli. Bunların qarşısında qətiyyən artikl istifadə etmək olmaz. Və yaxud bayaq dediyi, məsələn, North America, Şimali Amerika qitəsi var. Amerika ikiyə bölünür axı. Orada biz, yəni heç bir şəkildə
Article istifadə edə bilmərik. Şimal başqadır, cəhətdir o. The North. Amma North Amerika başqadır. Sonra most sözündən keçdi ki, biz sizinlə the most sifət olanda D olur. Bəli. Amma baxın, bu da çox düşür testdə. Mostdan sonra isim gəlirsə, D yoxdur ha yanında. Mostdan sonra isim gəlirsə, biz heç vaxt D verə bilmərik. Çünki bu isimdir. Most of them əvəzlikdir. O zaman D olmaz. Mostdan sonra o halda əvvəl daha doğrusu D gəlir ki, burada sifət olsun. Fərqi tutun. İsimdir deyə heç nə yoxdur. Article, sifətdir deyə var. İsimləri tanıyırsınız. İndi sifəti keçməmişik də. Hələ bilmirsiniz. Okey. Sifətdə keçəndə tam biləcəksiniz ki, sifət nədir, onu da ayıra biləcəksiniz. Amma testlərdə görəcəksiniz ən çox interesting, expensive, beautiful. Bax, bu sözləri gördünüzsə D yazın. Amma isimləri tanıyırsınız. İsim görürsünüz, heç nə yazmayın. İsim qarşısında miqdar sayı gələrsə, aydın məsələdir. 6 səhifə sözünün qarşısında deyir ki, article gəlməməlidir. Bəli, burada görürsünüz. İsmin qarşısında işarə əvəzliyi varsa, this ilə dətdə keçəcək tam olaraq, amma indidən bilmək lazımdır testləri işləmək üçün. This table, bu stul deməkdir. Yəni, bu ikisinin ortasında article yer yoxdur. Nə en, nə də D article. Və yaxud, baxın, my name deyirik, tam my name is filan kəs, mənim adım budur. Burada bu ikisinin də ortasında article olmur. Mənim ən yaxın dostum, my best friend. My the best friend, my best friend olmaz. My car, my the car olmaz. İsmin qarşısında yiyəlik halda olan isim gələrsə, baxın. Brothers car, keçmişik də artıq yiyəlik alır. Biz demədik axı brothers a car, brothers the car və yaxud Kate's a best friend olmaz. Heç bir article gəlmir. Early və late sözləri gün və fəsillərin təyini kimi. Bu nə deməkdir? Biri var yaz, fəsil olaraq yay, biri də var deyirəm erkən yaz. İngilislərdə belə sözlər var. Yəni mart ayının əvvəli falan ortalarına qədər deyirlər bu erkən yaz aylarıdır, erkən yazdır. Onda heç bir article gəlmir. Və yaxud summer, late summer mən deyə bilərəm avqustun sonu, sentyabrın əvvəli. Artıq yayın sonları. Bax onda late olur. Yəni təyin eləyir deyə yayın hansı periodda olduğunu, dövrdə olduğunu article gəlmir. Sonra by sözünü. By nədir? Burada ilə, vasitəsilə deməkdir. Bax, buna diqqətli olun. By car maşınla, by bus avtobusla, by plane təyyarə ilə və s. getmək deməkdir. Söz önlərdə də keçəcək. Heç bir article yoxdur burada. Amma maşında, yəni maşının içində, gəmidə, taksinin içində olanda müxtəlif article'lar var. Baxın, əzbərləməliyəm. In the car, on the ship, in a taxi, in the yox, in a taxi. Bax, burada olmalıdır. Amma by-la olmur. By-ın biri də var, yanında mənası. Biri var deyirəm, mən taksi ilə gedirəm. I go by taxi. Biri də var deyirəm, mən taksinin yanında dayanıram. I am standing by the taxi. Gördünüz mü? Taksinin yanında. Onda D olur. Onu da cümlə ilə fərqləndirir. Deyə bilərsiniz, mən hardan bilim? Burada ilədir, burada taksinin yanındadır. Cümləni tərcümə eləməklə biləcəksiniz onu. Növbəti. Xüsusi isim. Xüsusi isim nədir? Əlbəttə ki, bu əsasən insan adları ola bilir. Məsələn, Mr. cənabdır, Mrs. xanımdır, Captain kapitandır. Yəni hərbi rütbədə ola bilər, gəmidə kapitan da ola bilər. Professor professordur, alimdə, yəni professor. Təhsildə. Doktor həkim, comrade burada dost kimi gedir. Uncle əmi, biz deyirik məsələn falan kəs əmi. Bunu ingilislərdə də var da. Bax bu tipli sözlərdə D artikulu gəlmir. Məsələn, Dr. Watson, həkim Watson. Deyə bilərik ki, müəllimə burada ad deyil də, doktor sözü var, ora qoyum artikulu. Olmaz. Çünki bu yenə də xüsusi isimdir. Və yaxud cənab White, xanım White. Keçmiş artıq onun qarşısına artikul gəlmir. Balaca Tom. Tom adam adı olduğu üçün orada D artikulu yoxdursa, Little Tom'da da yoxdur. Belə. Növbəti, morning səhər, evening axşam, day gün, night gecə, noon. Noon da hal-hazırda olub bitib. 12:00 deməkdir. Bu vaxtlarda heç bir article gəlmir. Necə? Məsələn, de, from morning till night. Əgər from varsa orada, at varsa, till varsa belə. Səhərdən axşama qədər. Belə normalda mən deyirəm in the morning. Onu keçdi artıq sizinlə səyid. In the evening deyirəm. Sonra at noon, at night deyirəm. Söz önlərdə bir dəfə də keçəcək bunları. Amma from varsa, till varsa, by varsa, onda heç bir article götürmür. Və yaxud deyir ki, it's morning in Amsterdam now. Demir ki in the morning, deyir Amsterdamda indi səhərdir.
Ona görə də article yoxdur orada. Next. Bəli, what'dan sonra keçik də an article olmalıdır. Amma sayılmayan və yaxud cəmdə isim varsa, article olmamalıdır. İsimləri keçdiyimizə görə bunu yazmaq problem deyil. How'da the article demişdim, həmişə var. Deyilsiz qeyri-mümkündür. İsim varsa. Amma botda baxır vəziyyətə. Sayıla bilmirsə information və yaxud monkeys təkdədir, cəmdədirsə olmur. Bu arada bayaqki testin birini səhv eləmişdiniz. Baxın, bir də baxırıq. Burada monkeysdir deyə, burada are-dır. It is versəydi səhv olacaqdı. Monkey olanda burada it is olur. Cəm, tək, ona görə. Sonra, deməli, no, neither inkar əvəzliklərindən sonra bunu da keçəcəyik, amma indən bilməyinizdə fayda var. No, xeyirdir. Neither ikisindən heç biridir. Yəni, yadda saxlayın ki, hələlik. No və neither-ni harda görsəz, orada özündən sonra isim gələndə article olmur arada. No a book, no the book, no an apple deyə bilmirəm. Və yaxud neither da həmçinin. Yəni, burada article olmaz. Araya heç nə girə bilməz. Əvvəldə də heç nə olmaz bu arada. Some-dan eyni də onun kimidir. The some books da deyə bilmirəm. Some the books da deyə bilmirəm. Və yaxud any the girls da deyə bilmirəm. Yəni, heç bir halda biz article istifadə edə bilmirik. Göl məsələsini öyrənmişdik. Göl adı tək gəlirsə de Baykal olar, de Karabiya olar və yaxud de Nohur göl. Azərbaycanda göl adı məsələn var, Nohur göl, Maral göl məsələn. Düşsə yəni birində. Amma lake sözü varsa, onda article olmur. The Lake Baykal səhvdir. Lake Baykal doğrudur. Sonra, bunu da keçmişik artıq. The English, İngilis xalqı deməkdir, D-si var. Yanına people əlavə edirəmsə, heç bir article olmur. English people. Küçə, meydan, park adları. İngilis küçələrin adları adətən salınır imtahanı. Bilmişsiniz, öyrənmək lazımdır. Hyde Park, park adı ilə olmur. Və yaxud Heydər Parkı bizdə. Heydər Park. Heydər Əliyev Park olsun. Article yoxdur. Trafalgar Square, İngiltərədə də Trafalgar meydanı. Burada da square sözünü görsəz, bu arada harda əzbərləyə bilməsəniz uzaqbaşı belə eləyin. Square sözünü əzbərləyin. Meydan sözünü gördümsə, D olmur. Red Square var Rusiyada məsələn. Red Square, qırmızı meydan. Siz birdən düşünərsiniz ki, indi red sözünü birisi qırmızıdır. Square-nin indi öyrəndik ki, meydandır. Deyərsiniz ki, o ismin əvvəlində mən article istifadə edeyim. Olmaz, o yer adıdır. Və meydandır üstəlik. Ona görə article yoxdur. Küçə, bu bizim küçəmiz, İstiqlal Street. Burada da görürsünüz, article yoxdur. İstisna var. The High Street, The Strand, The Green Park. Yaşıl park, belə bir adı var, D olur. Strand, bu yəqin ki, meydan adı olar. Burada D var, bu da yenə küçə adıdır. The High Street, İngiltərədə olan bir küçədir. İstisnarı D-si var yanında. Zərfin üstünlük dərəcəsi, bunu da keçəcəyik, amma indidən bilməliyik. Sadəcə oxuyun, yadda saxlayın. Sifətlərdə Z olur, D artiklı, amma zərflərdə D olmur. Deyir ki, Xəyyam bizim içərimizdə, yəni hamının içərisində ən sürətli qaçandır. Zərfdir, feili təyin etdiyi üçün feilin qonşusu da belə deyim, belə tapa bilərsiniz də. Feilin yanında est görürəmsə, orada D olmur. Amma the fastest runner, the fastest runner, ən sürətli qaçışçı, atlet, orada D olur. Dilləri keçmişdik sizlə, bəli, təkrar eləyirik. The English language doğrudur, amma tək gəlibsə, heç nə olmamalıdır orada, English olur ancaq. Planetlər. Planet sözlü işlədilmir. Deməli, baxın. Biz Earth-də, the Earth keçmişik, düzdürmü? Yer kürəsi yaşadığımız, orada D-dir, amma planetlərindən article gəlmir. The Jupiter yox, the Mars yox, yanında planet sözü varsa onda olur. Məsələn, the planet Venus, Venera planeti, the planet Jupiter, Jupiter planeti, bax belə ola bilər. Yarımada. Yarımada bir dənə imtahana, yəni əsasən ən çox bunu düşür. Bunu yadda saxlayırıq. Əgər tək gəlibsə, Apennin yarımadası bəlkə də eşitmiş olarsınız. Article yoxdur. Qardakı kimi və planet kimi. The Apennin Peninsula, bu yarımada deməkdir. Bu söz varsa, onda D artiklı olmalıdır. Və yaxud Abşeron. Abşeron təkdir. The Abşeron Peninsula, yəni Abşeron yarımadası. Sonra school məktəb deməkdir. College deməkdir. University universitet. Hospital, yəni necə deyim?
Klinika kimi bir yerdə. Church kilsə, mosque məscid, prison həbsxana sözləri var. Bunlar isə əgər bina mənasında yox, işi bildirirsə, orada nələr olduğunu bildirirsə, yəni funksiya göstərirsə, onda nə olmalıdır? Deyir D artiklı gəlmir. Bax bu nə deməkdir? Tutalım. Kimsə Allah göstərməsin, xəstələnib və bir nəfər də onu görməyə gedirsə, onun yanına baş çəkməyə gedirsə, onda artikl olur. Yəni bu adam özü orada yatmır, xəstə deyil, heç orada işləmirdi. Sadəcə ora kimsə görməyə gedir. Burada binadır da artıq. Görməyə gedir, bir məqsəd var, onda D artikli olur. Amma bir adam da ola bilsin tibb bacısıdır. İndi burada hiyicisi kişidir, yəni həkim olar, həkimdir. Və yaxud orada işləməyə gedirsə, onun da funksiyası nədir? İşləmək. Artıq bina getmir o. İşləməyə gedirsə onda to artikli olmaz. Deməli deyirik, kimisə görməyə gedirsə, kimisə yanına gedirsə, və yaxud həbsxana tutalım da. Hə, kimi sonra görməyə gedirsə bir adam, onda D olur. Amma orada polisdir, qardiyan işləyirsə, onda D artikli olmur. Məktəb də bunun kimidir bu arada. Məktəb də belədir. İşləməyə gedirəm, müəlliməm deyilsizdir. Kimsə götürməyə gedir, oxumağa gedir. Funksiya var orada. O zaman yəni bir iş var, bina kimidir, onda D artikli olur. Bayram adları ilə heç bir artikl olmur. Novruz, Christmas, New Year bayramları tanıyırsınız. Çox da çətin düşmür. Bu Ramazan bayramıdır, artikl yoxdur. Ay adları bilirsiniz adları yəqin. Oktober, December bizimlə yenə bənzəyir. January, August artikl yoxdur. Həftə günləri Monday, Sunday, Friday, Saturday bunlardan artikl olmur. Fəsil adları 4 fəslimiz var da. Qış, yaz, winter, spring, summer, yay, autumn, payız. Bunlardan artikl gəlmir. Play sözünü mən demişdim, bir dəfə də təkrarlayırıq. Musiqi alətlərində ifa etmək mənasında olanda D artiklı var. Can't play the piano. Piano çalmağı bacarmır. Amma oyun mənasında artikl yoxdur. Məsələn, he plays football. Futbol sayılmır, artikl istifadə etmirəm. Körpülərlə artikl olmur. Elə bir dənə bu körpü əsasən olur. Golden Bridge. Yəni, adı tərcüməsi necə gedə bilər? Qızıl darvaza körpüsü, qızıl körpü belə. Körpülərlə artikl olmur. Ümumiyyətcə, bridge körpü deməkdir bu arada. Bu yadınızda qalmırsa, bridge əzbərləyin. Bilin ki, bridge sözünü görəndə mən orada artikl istifadə eləməyəcəm. Və yaxud testdə onlarda indi birdən düşər başqa bir şey. Yanında bridge sözü varsa bilin ki, onda artikl yoxdur. Miqdar sayıları ilə aydın məsələdir. 1, 2, 3, 4, 5, 6 bax bunu demək istəyir. Onlarla artikl olmur. Ştat adları. Bayaq siz ştatda dediniz artikl olur, olmur. Çünki ştatın özü də bir şəhərdir. Mesela Texas ştatı, Texas şəhərdir də, orada artikl ola bilməz. USA'da artikl var. Sifətdən sonra isim yoxdursa. Bu nə deməkdir? Deyək ki, the UK, yəni Birləşmiş Krallıq, United Kingdom is very small. Çox kiçikdir. Is a very small olmaz. Olsaydı, burada mütləq nə olmalıydı? İsim. Is a small country. Çünki article nəyin köməkçisidir? İsmin. İsmi təyin edir, onu izah edir. Ona görə də burada olanda burada country olmalıydı. Çox vaxt bunlar da düşür testdə. Bax, burada defis olmalıdır. Cavabda tire götürəcəksən. Country varsa yazacaqsan. Yazmamağında səhv olar. Sonra dedik ki, insan adları ilə heç bir artikl gəlmir. Belə sözlər olanda da artikl gəlmir. Amma İngiltərənin kraliçası deyəndə, bəli, onda olur. Çünki burada Queen Elizabeth, bəlkə eşitmiş olarsan, kraliçə Elizabeth İngiltərədə olub. Bu Elizabethdir. Elizabeth. Adıdır. Orada artikl olmaz. Amma ad çəkilmədən deyəndə ki, İngiltərənin kraliçası, onda D olmalıdır. Və yaxud prezident. Burada varmı? Hə, var. Prezident, məsələn, Əliyev. Prezident Əliyev. Artikl olmaz. Amma the president of Azerbaijan, Azərbaycanın prezidenti adını çəkmir. O zaman D olmalıdır. Park adları. Park adları yadında qalmırsa, okey. Park sözünü gör burada. Demişdik bunu. Park sözü olanda artikl gəlmir. Amma parkın içində in the park olmalıdır. Havalimanı həmçinin. Airport sözü varsa artikl olmur. Görürsən mi? Boşdur. Aeroportda, at the airport olur. Vağzal stansiyada eyni şeydir.
Station sözünü görürsənsə, yəni burada adı var. Adı yadda qalması da problem deyil. Burada heç bir article olmur. Stansiyada olur. At the station. Belə. Və burada yenə artiklsız ifadələr var. Xahiş edirəm, gələn dəfə üçün oturub gözləyənmərik ki, biz il günlər keçsin, ifadələri əzbərləyəcək nə vaxtsa. Eğer article'larını da öyrən. Bu qarayla verilən ifadələri. Beyni də bunu da. Məsələn, düşür testə. At nokta 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 work. Nə olmalıdır? Heç nə, defis götürəcəksən. Və yaxud ən çox düşən mən deyərdim, bax bu. At nokta 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 home. Nə olmalıdır? Heç nə. At home. Bayaq dedim. Dənizlə, yəni təyyarəni dənizdən getmək, gəmi ilə getmək, təyyarə ilə getmək, avtobusla by nokta nokta sadəcə sözün özü gəlir. Yəni heç nə gəlməməlidir. Belə. Və yaxud by chance təsadüfən article yoxdur burada. At war düşə bilər. Müharibə şəraitində, müharibədə heç bir article yoxdur. Bax bu düşə bilər. By heart əzbərdən deməkdir. Heart ayrılıqda ürək deməkdir, orqan. Amma by heart əzbərdən deməkdir. Belə. Hamısını öyrənməyə məcbur deyilsən, yadında qalmaya bilər. Yavaş-yavaş öyrənərik, amma bax bunlar xüsusilə. Yəqin ki, diqqətlə dinləyirsiniz məni. Ətdən sübh çağı tezdən dururuq, saat 5-də 6-da duran varsa, işə gedirik, dərsə gedirik. Onda bax bu artiklsızdır. At noon günorta vaxtı. Bax indi məsələn noondur. Artiklsızdır. At night gecə vaxtı. Article yoxdur yanında. Belə. Başqa qalanı da səhət yenə təkrardır. Yəni burada yeni bir material yoxdur. Təzədəndən bir-bir hamısını müəllif cədvəl şəklində verib. Görürsünüzmü? Nə ilə istifadə olunur? Qəşəngdir burada rahatla oxumaq üçün. Nə ilə article istifadə olunmur? Bununla da article'ı bitirmiş olduq. Sualınız var mənə? Evet, sualınız var. Əlimə telefon da ona görə cavab verə bilmədim. Xeyr, yoxdur. Aha, laf yaxşı. Ha, problem deyil. Texnik problemlər eyb yox. Əsas hər şey eşitdiniz də. Bəli, eşitdim. Article əzbərçiliyi tələb eləyir. Təbii ki, izah olunan yerləri var, hamısını dedim. Amma müəyyən adlardır, müəyyən istisnalardır. Bu hər fəndə yəqin ki var. Ola bilir. Yəni onları əzbərləyəndən sonra hələ təzə başlamışıq. Dəfələrlə testlər etdikcə, danışdıqca bunları hamısı narahat olmayın, yadınızda qalacaq. Yəni 2 dəfə, 3 dəfə oxumaqla yadda qalası şeylər deyil. Onu bilin ki, deyə bilərsiniz, birdən oxuram, niyə yadımda qalmır? Çünki biraz çoxdur. Amma öyrənəndən sonra da bitdi. Axıra qədər bunlar düşəcək. Belə. Biz hər şeyi bitirdik. Bir dənə qalır o həmən link testi. Onun cavablarını çıxardaram. Sürətli yoxlayarıq. İstəmirəm ona vaxt itim sizlə. Dinləmə. Dinləmədən əvvəl amma başqa bir şey eləmək istəyirəm sizlə. Deməli, nədir o da? Dediyim kimi bu həftə baxacağam. Artıq 2 dərsi belə qrammar, bir dərsi sırf o işlərə ayıracağıq. Mən sizə deyəcəm onu. Elə işləyək. Dediyim o few məsələsini də ataram mən sizə, narahat olmayın. Hə, baxırıq nəyə? Reading materialları. Reading oxu adlanır ingilis dilində və 9-lar üçün artıq readingin biraz dəyişiblər strukturunu. Balaca mətnlər var, məktublar var, hansı ki onların da bir cavabı var. Oxuyuruq, cavabı tapırıq. Bir test tapşırığında da 3-4 orada test sualı olur. Yəni bir dənə mətn oxuyuruq, onun testlərini işləyirik. Bunun üçün də hər zaman dediyim kimi söz bazası və tərcümə qabiliyyəti lazımdır. Ekranı görürsünüz? Bəli. Başladı bu. Deməli, burada nədir məsələ? Letter məktub deməkdir. Bax, qarşımıza reading çıxdı mı? İmtahanda çıxanda və yaxud testlər eləyəndə, summativlərdə də bəlkə bilmirəm, readingləriniz olur, olmur. Neyinirik onu? Oxuyuruq, ümumi çıxan mənanı tərcümə eləyirik. Söz tam tərcüməyə ehtiyac yoxdur. İndi mən öyrətmək üçün eləyəcəm. Ümumi çıxan mənaya əsasən verilən sualları işləyirik. Bizim imtahanımızda düşəcək, buraxılışda da düşəcək test tiplərindən biri budur. O da nədir? Letter məsələn. Letter məktub deməkdir. Məktubu oxuyuram, sonra verilən sualı cavab axtarıram. Deyir, Dear Tom, əziz Tom, I am very sorry I forgot to bring your book yesterday. Mən çox üzgünəm, çox üzr istəyirəm ki, sənin kitabını dünən gətirməyi unutdum.
I know you needed it for your homework. Mən bilirəm ki, sənin ona ev tapşırığı üçün ehtiyacın var idi. Please forgive me. Deyir, zəhmət olmasa məni bağışla. I promise I will bring it with me tomorrow morning. Mən vəd verirəm ki, yəni sənə söz verirəm ki, sabah səhər onu gətirəcəm sənə. Ən xoş arzularla, best wishes, Anna. Ən xoş arzularla, Anna. İndi sual olunur ki, Səid, what is the purpose of the letter? Məktubun məqsədi nə idi? Hələ bax, buraları tərcümə eləmirəm Azərbaycan dilindən. Azərbaycan dilindən. Mənim tərcümə edilmə əsası, səncə bu məktubun məqsədi nədir? Bunu Anna Toma nə üçün yazıb? Bir olmaz. Necə yəni olmaz? Yox, sadəcə hər Azərbaycanca deyil. Amma mən tərcümə edeyim, ondan sonra siz deyərsiniz özünüz. Tam aydın olsun da sizə istəyirəm. Bax, bu oxudum, elə bir mən sizə məsələn məktub yazmışam. Ki, bəs kitab evdə qalıb, bağışla, kitabı gətirəcəm, bilirdim ona ehtiyacım var. Məqsədim nədir burada? Məqsəd Forgive me, hə. Məqsəd nə ola bilər? Elədiyim səhvə görə üzr istəməkdə düz deyil. Özümü açıqlayıram, izah eləyirəm. Baxın. Bəli. Congratulatory təbrik deməkdir. Burada təbriklik bir şey var. Xeyr. Heç kim heç kimi təbrik eləmir. O adətən ad günləri məktubunda olur. Sizə bir ipucu deyim. Bir də wedding, o düşür onlarda olur. Toyla bağlı. Yaxud kimsə mağaza açır, məsələn, xoş arzuları da belə bir şey irəli sürür, onda olur. Invitation dəvətdir. Burada dəvətli bir şey var. Kimi sırasa dəvət elədik? Xeyr. Asking permission. İcazə varmı burada? Nədənsə icazə almaq var? Xeyr. Yoxdur. Complaint şikayət. Tom onsuz da məktubu yazmayıb. Məktubu yazan Annadır. Anna nədənsə şikayət edirmi? Xeyr. Aha. Apologize isə üzr istəməkdir. Hə, Anna burada üzr istəyirmi Tomdan? Bəli. Bəli, deyirəm. I am very sorry. Çox üzr istəyirəm. Please forgive me. Deməli, məktubumuzun məqsədi nə oldu? Apologize. A variantı təbrik edir. B üzrxahlıq bildirir. C invitation dəvət edir. D variantında icazə alır. Complaint şikayət olacaq. Bunu belə işləyirik. Bu tipli testləri belə işləmək lazımdır. İndi keçdim ikinciyə. Burada nə deyir? Bu mesajda artıq deyir. Əziz Alex, I am very happy to hear that you got a new job in the city. Deyir, mən çox xoşbəxtəm ki, eşitdiyimə, sən şəhərdə yeni iş tapırsan. This is a very wonderful opportunity for you. Bu sənin üçün çox gözəl fürsətdir, yaxşı fürsətdir. Congratulations on your success. Baxın, uğuruna təbriklər, yəni sevinirəm, səni çox təbrik edirəm. We wish you, biz sənə arzu edirik. The best in your career. Karyeranda ən yaxşısını sənə arzu edirik. From your friends, sənin dostlarından. İndi yenə, məktubumuzun məqsədi Azərbaycanca hələ deyək. Səncə nə ola bilər? Təbrik etmək, o da B variantı olur. Ay, sağ ol. Bəli, təbrik. Complaint bir daha şikayətdir. Congratulatory təbrikdir. Invitation dəvətdir. Asking permission icazədir. Apologize üzrdür. Əlbəttə ki, şikayətdən, üzrdən, dəvətdən söhbət getmir. Məhz təbrik var. İndi zəhmət olmasa üçüncünü özün oxu. İstəyirsən tərcümə et, şifahi, istəyirsən yəni özün üçün oxu və mənə cavabı de. Və izah et niyə? Ekranda da hazırda. O big barbecue yazılır bura. Bəli, bəli. Barbekü, kebab qonaqlığı. Kebab deyək də. Bu deyir, falan axşam, falan gün bizim kebab qonaqlığımız olacaq. Müəllim, burada cavab A variantı olacaq. A variantı baxaq. Qısaca mən tərcümə edirəm. Bazar günü, 6-cı gün axşamı deyir, Suzan deyir ki, bizdə qonaqlıq olacaq, musiqi olacaq, oyunlar, çoxlu yemək, əyləncəli olacaq, fan sözü var.
Would you like istərdinmidir? Hə, sağ ol. İstərdinmi bizə qoşulmaq? İcazə ver bilim, qoy bilim. Bəli, invitation. Burada məhz söhbət dəvətdən gedir. İcazəlik, üzürlük, şikayət etməklik, tədbir olsun, daha doğrusu təbriklik bir şey yoxdur. Əla. Let's do this one. Aha, zəhmət olmasa bunu eləyək. Dear soru olan. Shop nədir? Shop mağaza. Mənim complaint nə oldu? Şikayət. Onu yazıb satacağım mən. Yəni cavabları aşağı eləyə bilərsiniz. Bəli, eləyərəm. Eyni cavablar da onsuz da. Bunlar. Mənim asking Asking permission icazə istəməkdir. Apology üzürdür. Invitation dəvətdir. B variantı isə congratulations, təbriklər, təbrik. mənim burada cavab B var. B variantı. Dəqiqə. Təbriklik nəsə var idi mi burada? Bax, deyir ki, cənab, I bought a TV from your shop last week. Keçən həftə sizin mağazadan televizor aldım. Təəssüf ki, təəssüfünü bildirir. Təbrikdən burada söhbət gedə bilməz artıq. Həm də yəni mağazada nəsə varsa təbriklik yox. Təəssüf ki, yaxşı işləmir. The screen turns black after 5 minutes. Ekran 5 dəqiqədən sonra qaralır. I am very disappointed with this product. Yəni, bu məhsula görə çox məyusam. Zəhmət olmasa deyir, bunu dəyişin, o repair və yaxud mümkün qədər tez təmir edin. Xoş arzularla Paul. Burada nə oldu indi? Televizor almışam, şikayətçiyəm, normal işləmir. Complaint, bəli, complaint. Yəni, üzür də deyil, çünki bu adam özü məyusdur. Yəni, onun aldığı əşya xarab olub. Əgər həmən adam satıcı yazsaydı ki, belə-belədir, üzür istəyərdi. Yuxarıdakı kimi. Amma elə deyil axı. O şikayətini dilə gətirən complaint olmalıdır, bəli. Oxuyanda başa düşürsünüz, düzün məntiqini anladınız bu tapşırığın. Bu bir tipidir hələ. Bəli. Okey, zəhmət olmasa birini də elə, 5-cini. Bununla da bitirmiş olaq. Yəni, başqa bir tip izah edərəm. Mənim orada 2p.m yazılıb. O nə deməkdir? Saat 2 PM. Elə indilərdə olan saatımız. Mənim burada cavab B variantı olacaq. Aha, bir dəqiqə baxaq. Dear teacher, can I have the class a little earlier tomorrow? B variantı. I have a doctor's appointment at 2 p.m. and once one time. D variantı. Bəli. İcazə istəyir. Bəli. Deyir ki, əziz müəllim, mənim deməli daha tez gələ bilərəmmi? Çünki həkimlə görüşüm var, seansım var, vaxtında olmalıyam. Vəd verirəm ki, tapşırıqlarımı bitirəcəm. Bəli, anlayışınız üçün təşəkkür edirəm. Olacaq asking permission. Doğrudur. Belə, onda dərsimizi yekunlaşdırır artıq Səyid. Sualınız yoxsa yekunlaşdıraq. Tapşırıqları göndərəcəm, o dediyimiz məsələləri də. Bu readinglərin ardında gəlin dəfə işləyəcək dərsdə ilə və əlavələri də eləyəcəm. Çünki tək bu deyil. Başqa modelləri də var. Varmı sualınız? Xeyr. Yaxşı. Testi də mənim yadımdan düşməyəcək, amma siz deyərsiniz də